Güzgüyə baxanda nə görürsünüz? Özünüzü. Bəs güzgünün özü nə rəngdədir? Gümüşü, ağ, yoxsa rəngsiz? Sizi məyus edəcəm. Fiziki cəhətdən hər birimizin evindəki güzgü əslində yaşılımtı rəngdədir. İnanmırsınız? Evdə sadə bir təcrübə edin. İki güzgünü qarşı-qarşıya qoyun və yaranan o sonsuzluq tunelinə baxın. Dərinliyə getdikcə görüntünün qaraldığını və açıq-aydın yaşıl tona çaldığını görəcəksiniz. Əslində mükəmməl güzgü işığın bütün spektrini əks etdirməli və ağ rəngdə görünməlidir. Ancaq məsələ burasındadır ki, dünyada mükəmməl güzgü yoxdur. Güzgülər işıq spektrindəki bütün rəngləri qaytarır. Amma yaşıl rəngi, yəni 510 nanometrlik dalğanı digərlərindən biraz daha güclü əks etdirir. Yəni güzgü zəif bir yaşıl oğrudur. Güzgü ilə bağlı ikinci paradoks. Sağ əlinizi qaldırırsınız, güzgü sol əlini qaldırır. Yəni sizi sağdan sola çevirir. Bəs niyə yuxarıdan aşağıya çevirmir? Niyə başınız ayağınızın yerində görünmür? Güzgü sağı solu bilir, amma yuxarı aşağını bilmir. Əslində güzgü heç nəyi sağdan sola çevirmir. O sizi içi çölünə, yəni Z oxu üzrə çevirir. Təsəvvür edin ki, üzünüzdəki maskanı çıxarıb tərsinə çevirirsiniz. Güzgü sizin sadəcə qarşıda dayanan tərsinə çevrilmiş 3D kopyanızdır. Yəni güzgü sadəcə əşya deyil. O, dünyanı bizə biraz yaşıl və biraz da tərs göstərən fiziki bir xətadır.